Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz alça kompotu hazırlayacağıq. Çox dadlı və süfrələrinizin bəzəyi olacaqdır. Bunun üçün bizə nələr lazım olacaqdır? Deməli görürsüz bax burada yuyulub təmiz bir ədcə yumşaq, yəni turşuluq yox, bax belə bir ədcə qızarmış alınçalar lazım olacaqdır. Çünki bu kompotluqdur. Bu belə deyək də, turşuluq deyil ki, bu bərk olsun. Beləcə qızarmış, yəni biraz yumşaq alınçalar lazım olacaqdır. Ondan sonra şəkər, belə stakan 2, çünki biz bunları aroma belə deyək, butulkalarında hazırlayacağıq. Ona görə hərəsinə bir armudu stakan gedəcəkdir və rəng lazım olacaq ki, bir gözəllik qatmaq üçün. Təbii ki də su. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, alçalarımızı götürürük, doldururuq, belə deyərdim, aromamıza. Yəni, kim çox istəyir, çox da doldura bilər, kim az istəyir, az da. Yəni, zövqdən asılıdır. Mən ümumiyyətcə biləcəm bunu çox edəcəyəm. Çox deyəndə, yəni indi göstərəcəyim sizə nə qədər olacaqdır. Alınçamızın biri də burada qaldı. Yəni biraz dəymiş alınçalar olmalıdır. Deməli, əziz izləyicilər, bax gördüyünüz kimi bu qədər alınçalarımızı doldurduq. İndi üzərinə bax bir stakan belə armudu stakanından bir bu qabın vasitəsilə pesox şəkər tökürük. Bax görürsüz belə hərəsinə bir stakan. Ona və bir stakan da bu bisinə şəkər əlavə edirik. İnandırım ki, çox dadlı və qışda da açanda bəhbəhlə belə deyərdim, içərəcəksiniz. Və rəngini rəng qatmaq üçün bir ədcə yaşıl rəngdən istifadə edirik. Bir damcı buna, bir damcı isə bu bisinə əlavə edirik və qaynadılmış suyumuzu əlavə edirik. Bismillah.